Salam izləyicilər, verilənlər bazası ilə bağlı dərslərə başlayırıq. Bu video dərsdə konkret olaraq verilən anlayışı haqqında məlumat verəcəyik. Verilən nədir? Verilən bazaya daxil ediləcək informasiya vahidi elementidir. Verilənlər predmet sahəsinə uyğun obyekt, proses, hadisələri və onların xassələrini xarakterizə edən ayrı-ayrı informasiyalardır. Verilənlər termini latınca datum sözündən yaranmışdır. Mənası informasiya, məlumat, fakt deməkdir. Verilənlər dedikdə bizim üçün əhəmiyyətli olan istənilən hadisə və ya fikrin təsviri başa düşülür. Məsələn, hər bir müəssisənin kadrlar şöbəsində əməkdaşlar haqqında informasiya saxlanılır. Bu informasiyanın verilənləri bunlardır: ad, soyad, atanın adı, təvəllüdü, milliyyət, hansı ali təhsil müəssisəsini neçənci ildə bitirməsi, hansı dilləri bilməsi, neçə elmi əsərin müəllifi olması və s. kimi ola bilər. Verilənlərin xarakteristikalarına nəzər salaq. Verilənlər ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə təyin olunurlar. Verilən adı onun semantikasını, yəni mənasını ifadə edir. Məsələn, çəki, ölçü, rəng və s. Verilənin qiyməti isə verilənin özünü xarakterizə edir. Məsələn, havanın temperaturu 30 dərəcədir ifadəsində 30 verilənin qiyməti, havanın temperaturu dərəcə ilə isə verilənin adıdır. Verilənin tipi və strukturu xarakteristikalarının kəmiyyətləri əsasən proqramlaşdırmada istifadə olunur. Və burada tipinə görə verilənləri 4 qrupa ayrılırlar. Gəlin nəzər salaq. Hesab və ya rəqəm tipli verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur. Məsələn, boyu 176 cm. Mətn və ya simvol tipli verilənlərdə isə qiymət sözlə, yəni simvollarla ifadə olunur. Məsələn, qırmızı rəngli. Məntiqi tipli verilənlərdə qiymət məntiqi kəmiyyətlə, yəni doğru, yalan kəmiyyətləri ilə ifadə olunur. Məsələn, 2-nin tək ədəd olması yalandır. Göstərici tipli verilənlər proqramlaşdırmada yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur. Növbəti video dərsdə verilənlər bazası anlayışı barədə məlumat verəcəm. Videonu bəyəndinizsə like etməyi və kanala abunə olmağı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalana bilsinlər. Hələlik sağ olun.